Salam gənclər, MAQ-ın yeni buraxılışında hər birinizi xoş gördük. Bugün Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər və layihələr, xüsusilə bu layihələrdə gənclərin aktivliyindən danışacağıq. Dostlar, qonağımız Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdir müavini Ülviyə Axundovadır. Ülviyə xanım, xoş gəlmisiniz. Xoş gördük. Biz xüsusilə ümumiyyətlə Gənclər və İdman Nazirliyinin xüsusilə gənclər üçün yaratdığı imkanlardan bugün danışırıq. Elə istəyirdim ki, belə bir sualdan başlayaq. Ümumiyyətlə biz son dönəmlərdə Nazirliyin dəstəyi ilə gənclərin beynəlxalq tədbirlərdə daha aktiv şəkildə ümumiyyətlə fəaliyyət göstərdiyinin şahidi oluruq. İstəyirdik bu gənclərin qazandığı həmin o xüsusilə tədbirlərdə iştirak zamanı qazandıqları uğurlardan, beynəlxalq layihələrdən biraz ətraflı məlumat verəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Çox maraqlı mövzuya toxundunuz. Onu qeyd edə bilərəm ki, beynəlxalq tədbirlərdəki bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan gəncliyi müxtəlif arenalarda və platformalarda ən yaxşı şəkildə təmsil olunsun və bayrağımızı daim ucalara qaldırsınlar. Gənclərimiz müxtəlif sahələrdə təmsil olunurlar. Burada onların peşə bacarıqları var, karyeralarla bağlı var, startap layihələrlə bağlı müraciət var, diplomatik sahədə təmsilçilikləri var və həmçinin beynəlxalq tədbirlər olur ki, hansı ki, beynəlxalq təşkilatlar var Azərbaycanın üzvü olduğu. Onların tədbirləri olur, iclasları olur və biz burada gənclərin iştirakçılığını çox dəstəkləyirik. Məqsədimiz ondan ibarətdir ki, gənclərimiz həm Azərbaycanın beynəlxalq gənc dostlarının sayını artırsınlar və çox yaxşı bir şəbəkə qazansınlar özləri üçün, həm də beynəlxalq təcrübəyə öyrənsinlər ki, bu təcrübələri hansı ki, indi daha sonrakı öz həyata keçirdikləri layihələrində dəyərləndirə bilərlər və beynəlxalq təcrübənin olması bizim üçün maraqlıdır gənclərin inkişafında. Təbii ki. Bir də xüsusilə Gənclər və İdman Nazirliyi tərəfindən tez-tez təbii ki, müxtəlif forumlar keçirilir, yay məktəbləri keçirilir. Ümumiyyətlə, baxın bu tədbirlərin hamısında gənclərin iştirak prosesi necə tənzimlənir? Onlar necə müraciət edirlər və qəbul edirlər? Onu əslində biz bir neçə istiqamətdə təşkil edə bilirik. Birinci istiqamət təbii ki, sosial şəbəkələr və saytlarımız vasitəsindəndir. Burada Gənclər İdman Nazirliyinin rəsmi səhifə və saytlarında bütün tədbirlərimiz yerləşdirilir. İkinci istiqamətdə isə bizim iki saytımız var. Bugün biri birbaşa gənclərlə bağlı olan Gənclər Az saytı artıq tamamilə gənclərlə bağlı bütün fəaliyyətləri mən sizə məlumat verəcəyim digər layihələrimizi də özündə birləşdirəcək. Digəri isə Tədbir Var saytı var Nazirliyin. Hansı ki, burada həm gənclər həm idman sahəsində olan bütün məlumatlar, istər gənclər evlərinin, federasiyalarımızın əməkdaşlıq nəticəsində olan tədbirlərimizin hər biri burada yerləşdirilir. Bu birinci bizim əslində istiqamətimiz ki, hansı ki, gənclərimiz bunu internet vasitəsilə birbaşa kommunikasiyada əldə edə bilirlər. İkinci istiqamətdə isə bizdə regional gənclər və idman idarələrimiz var və gənclər evlərimiz var. Hansı ki, onlar olduqları şəhər və rayonlarda mütəmadi olaraq gənclərlə bağlı təqdimatlar həyata keçirirlər, layihəmizlə bağlı məlumatları yönləndirirlər və gənclərimiz özləri də gənclər evlərimizə yaxınlaşaraq orada həm vaxt keçirir, həm də tədbirlərimiz haqqında oranın koordinatorları vasitəsilə məlumat əldə edə bilirlər. Yəni məlumatlığın çox olduğu, əslində siz də qeyd elədiyiniz kimi texnologiya dövründə əslində bütün hamıya çatmaq çox da çətin deyil. Xüsusilə regionlarda yaşayan gənclərə də artıq idarələr, gənclər evləri vasitəsilə məlumat verdiyinə görə yəqin ki, onların da fəallığı təmin olunur. İndi biz qarşıdakı suallarda region gənclərinin ümumi fəaliyyəti barədə danışacağıq. Amma mən qrant layihələr barədə də istəyərdim danışardım ki, xüsusilə gənclər bu qrant layihələrə necə qoşula bilərlər? Ümumiyyətlə ötən ilin qrant necə deyirlər, müsabiqə nəticələri yetərincə ürək açan oldumu və digər istiqamətlərdə? Onu qeyd edə bilərik ki, qrant müsabiqələri ümumiyyətlə gənclər təşkilatlarının inkişafına töhfə verən bir prosesdir. Hansı ki, təbii ki, burada da gözləntilər var. Gənclər təşkilatları hər dəfə öz layihələrini təkmilləşdirməlidirlər, onun hesabatlıq layihəsinə xüsusən diqqət etməlidirlər və aktual layihə təkliflərindən gəlməlidirlər ki, hansı ki, bu təşəbbüslər Nazirliyin fəaliyyətlərindən əlavə gənclər təşkilatlarının fəaliyyətlərinə dəstək olsun, həm də Azərbaycan gəncləri üçün maraqlı və faydalı mövzular olsunlar. Biz ötən il
qrant müsabiqəsi həyata keçirdik. Onun nəticəsində 74 təşkilat maliyyə dəstəyi aldı Gənclər və İdman Nazirliyindən və onların bir çox layihələri artıq başa çatıbdır. İndi hesabatlıq mərhələsiləri tam yekunlaşdırılır ki, növbəti qrant müsabiqəsinə həm də hazırlıq təmin olunsun. Səmimi desəm ki, biz orada dəyərləndirmə zamanı bir neçə halı müşahidə etdik. Birincisi var ki, bizim artıq fəaliyyətinə inandığımız və hansı ki, fəaliyyətinlə də bağlı həm təsviri, həm də ki, bizə digər hesabatlarında çox əmin olduğumuz layihələr var idi və bu çox yaxşıdır ki, təşkilatlar artıq bu təcrübəyə yiyələnibdilər və onlar bu prosesi çox yaxşı yerinə yetirdilər və layihələri uğurlu icra olundu. İkinci istiqamətdə təbii ki, də yenə də olur ki, biz təşkilatlar var ki, onlarda təkmilləşməyə daima ehtiyac duyuruq ki, həmin təşkilatlar istər hesabatlıq mərhələsində, istər layihənin icrasında onu daha diqqətlə icra etməlidirlər və onun gənclərin oradakı daha sonra sorğular keçirilməlidir, bu layihədə məmnunluq təmin olunmalıdır. Bu sahədə isə bizim əməkdaşlarımız hansı ki, müvafiq sektorumuz var, onlar mütəmadi olaraq təşkilatlarla əlaqədədirlər və təşkilatların təkmilləşməsi və daha yaxşı hesabatlılıq, daha yaxşı layihələrin icra hissəsində də onlara dəstək olurlar. Gənclərin fərdi təşəbbüsləri bizə bir çox hallarda gəlir. Onu qeyd edə bilərəm ki, biz təəssüf olsun ki, gənclərə fərdi qrant müsabiqəsinin nəticəsi elan edə bilmirik. Çünki ona görə ki, bu bizim səlahiyyətlərimiz xaricindədir. Biz daha çox gənclər təşkilatlarını dəstəkləyə bilirik. Amma yaxşı bir imkan var Azərbaycan Gənclər Fondunun, hansı ki, orada fərdi layihələr maliyyələşdirilə bilir, hansı ki, qrant müsabiqələri elan olunur və gənclərimiz də öz təşəbbüsləri və ideyaları varsa, Gənclər təşkilatları istiqamətində Gənclər və İdman Nazirliyinə, fərdi layihələr istiqamətində isə mütəmadi olaraq Gənclər Fondunun elan etdiyi müsabiqələrə qoşula bilərlər. Baxın, xüsusilə siz də qeyd elədiniz. Məsələn, mən o mövzuya toxunmaq istirdim ki, gənclər layihə yazmağı bacarmayan, ümumiyyətlə bu istiqamətdə fəaliyyət göstərməyən, amma təşəbbüskar gənclər üçün xüsusilə bundan başqa bir hansısa dəstək mexanizmləri varmı Gənclər və İdman Nazirliyi tərəfindən? Ümumiyyətlə layihələrin yazılması elə bir prosesdir ki, bu mütləq şəkildə hər müsabiqənin özünə məxsus şərtləri olur, amma təbii ki, bunun bir normaları var. Siz layihəni yazanda onun problemin qoyuluşuna, aktuallığına və onun təsvirinə çox diqqət etməlisiniz. Gənclər və İdman Nazirliyi tərəfindən bizim gənclər evlərimizdə mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. Sadəcə layihələrin idarə olunması və ya yazılması deyil. Burada kommunikasiya, natiqlik bacarıqları, ünsiyyətin qurulması, həmçinin psixoloji bir çox təlimlər, sosial problemlərlə bağlı məsələlər, yəni mütəmadi olaraq gənclər evləri bir platformadır ki, gənclər onlara maraqlı olan mövzularla bağlı həm gənclər evlərinə məlumat ala bilərlər səhifələri vasitəsilə, həm də burada təlimlərdə iştirak edə bilərlər. Və ona görə bu istiqamətdə biz tədbirlər təşkil edirik və bir çox hallarda biz görürük ki, gənclərimiz daha sonra onlar hər hansı bir gənclər təşkilatlarının üzvü olduqda artıq bu təlimlərdən daha sonra keçib hansı ki, özlərini inkişaf etdirirlər və təşkilatların tərkibində ictimai fəallığa başlayırlar və müxtəlif layihə tədbirlərdə iştirak edirlər. Onlar artıq qrant müsabiqələrinin müraciətlərində biz təşkilatlarda həmin gəncləri görə bilirik. İkinci istiqamət var ki, gənclər təşkilatları, hansı ki, burada gənclər təşkilatları Milli Şurası var və bir çox ölkədə seçilən təşkilatlarımız var ki, onlar da mütəmadi olaraq gənclərin layihələrin yazılması, idarə olunması, qrant müsabiqələrinin müraciət prosesində onlara dəstək olması istiqamətində də öz layihə və təşəbbüslərini həyata keçirirlər. Yəni gənclər üçün əslində bütün imkanlar var, sadəcə onu dəyərləndirmək lazımdır. Siz Gənclər Az platformasına toxundunuz. Mən istəyirdim ki, biraz geniş ümumiyyətlə bu platforma haqqında danışaq ki, mən əminəm ki, məlumatı olmayan insanlar da var, gənclər də var ki, necə yarandı, kimin təşəbbüsü idi və ümumiyyətlə artıq nə qədər müddətdir fəaliyyət göstərir? Gənclər Az əslində bizim üçün ona görə maraqlı bir platformadır ki, biz burada bütün gənclərlə bağlı imkanları birləşdiririk. Birincisi, burada birinci bizim yaratdığımız platforma Gənclər Azın tərkibində təsdiq platforması oldu ki, bu nədən ibarətdir? Gənclər təşkilatlarının elektron şəbəkəsi və onların reytinq platformasına çevriləcək və burada məqsədimiz ondan ibarətdir ki, gənclər təşkilatlarına bağlı biz bir çox hallarda məlumatlığın az olduğunu görürük və ya əlçatanlıq var ki, hansı ki, hər birinin müxtəlif səhifələri var, şəbəkələri var və onları bir yerdə toplamaq və doğrudan da onların fəaliyyətlərini dəyərləndirmək bizim üçün önəmli olur. Ona görə ki, onlar mütəmadi olaraq dəstək xarakterli proqramlar həyata keçirilə bilər, həmçinin onların müxtəlif səfərlərdə iştirakını dəstəkləməsi məsələsi olur və təbii olaraq hər il Gənclər günündə Gənclər təşkilatlarının üçün də maraqlıdır ki, onlar ilin təşkilatı seçilə bilərlər və mükafatlara layiq görülə bilərlər. Amma bunun bir mexanizmi olmalıdır. Ona görə ki, biz təşkilatları daha doğru şəkildə dəyərləndirməliyik fəaliyyətlərini və onların işinə dəyər verməliyik. Ona görə bu platformada həm Gənclər təşkilatları məlumatlarını daxil edərək platformanın üzvünə çevrilirlər və artıq ictimaiyyətdə hər kəs Gənclər təşkilatlarına bağlı məlumatı əldə etdiyi zaman
zaman Gənclər Az saytına daxil olacaq və təsdiqlənən, yəni hansı ki qeydiyyatdan keçən və məlumatlarını, informasiyalarını orada dolduran, anketləri dolduran təşkilatların məlumatlarla tanış olacaqlar və mütəmadi olaraq orada yerləşdirilən təqvimlər, xəbərlər vasitəsilə də təşkilatlarda baş verən tədbirlər, layihələr barədə xəbərdar olacaqlar. Hansı ki qeydiyyat prosesi çox sadədir. Sadəcə təşkilatın fəaliyyətinə bağlı məlumatları orada əks etdirməlidirlər. Daha sonra bizim koordinatorlarımız tərəfindən onlar yoxlanılır. Əgər bu doğru məlumatlardırsa, bəli, təşkilat artıq platformaya təsdiq olunur. İkinci hissədə isə bizim üçün daha maraqlı olduğumuz hissə başlayır, hansı ki onların reytinqi və dəyərləndirilməsi. Təşkilatlar mütəmadi olaraq layihələr həyata keçirirlər, hesabatlar verirlər, hansı ki öz qrant müsabiqələri nəticəsində və müxtəlif səfərlərdə iştirak edirlər. Məqsədimiz bunun keyfiyyətini artırmaqdır. Ona görə mütəmadi olaraq təşkilatların tədbirlərində yoxlamalarımız həyata keçiriləcək. Buna nə istiqamətidir? Təşkilatçılıq istiqamətində, məmnunluq istiqamətində, gənclərə bu layihələrin verdiyi fayda istiqamətində və təşkilatlar onlara öncədən qeyd olunan meyarlar əsasında bal qazanacaqlar və bu ballar artıq onların öz aralarında həm rəqabəti təmin edəcək sağlam şəkildə, həm də onların artıq hər layihədə daha da inkişaf etməsinə və daha yaxşı nəticələr göstərməsinə şərait yaradacaq. Belə. Həm də bu əslində platforma bir növ siz də qeyd etdiniz. Biz baxanda gənclər və təşkilatlar arasında bir körpü rolunu oynayır deyə bilər. Yəni bizim məqsədimiz birinci gənclər və təşkilatlar, ikinci istiqamətdə gənclər evləri ilə bağlı bütün fəaliyyətlərin artıq mütəmadi olaraq bizim onun səhifələrimiz var, gedir, amma biz istərdik ki, bir gənc əgər vaxtını faydalı keçirmək istəyirsə və onun maraqlı layihələri iştirak etmək arzusundadırsa, Gənclər Az saytına daxil olsun və buradakı bütün platformalardakı istər gənclər evlərimiz, istərsə təşkilatlar, istərsə də gənclər üçün həyata keçirdiyimiz növbəti layihələrimiz barədə məlumatlar əldə etsin. Hətta biz orada bir hissə də yaratdıq ki, o bizə yazsın. Yəni gənclərimizdən maraqlı təşəbbüslər, ideyalar və ya fəaliyyətində olmaq istədiyi hər hansı bir layihələr varsa, onlar barədə də mütəmadi olaraq fikirlərini bizlə bölüşə bilərlər ki, bizim müvafiq olaraq şöbəmizin əməkdaşları tərəfindən də bu layihələr üzərində işlər gedir. Çox yaxşı təşəbbüsdür doğrudan da. Daha çox, necə deyirlər, uğurlu fəaliyyət göstərməsini diləyirik. Bir də biz istəyərdik qeyd etdiyimiz kimi bölgələrdəki gənclərin fəaliyyətində toxunaq. Xüsusilə orada gənclər və idman idarələri, eyni zamanda gənclər evləri var. Amma ümumiyyətlə gənclərin bütün bu imkanlardan faydalanmaq üçün başqa hansı imkanlar olur bölgələrdəki gənclər? Ümumiyyətlə bilirsiniz ki, hal-hazırda dövrdən asılı olaraq internet çox əlçatandır hər kəs üçün. Və ona görə biz mütəmadi olaraq gənclər arasında sorğular da keçirdirik ki, onların maraqları hansı istiqamətdədir ki, o sağlam inkişafa gedən yolda biz o düzgün alətlərdən istifadə etməliyik. Ona görə burada bizim əsas istifadə etdiyimiz ən böyük platformamız gənclər evlərimizdir. 35 gənclər evi fəaliyyət göstərir respublikamızda və hər gənclər evinin fəaliyyəti özünə məxsusdur. Yəni onun şəhər və rayonunun gəncinə uyğunlaşdırılmışdır. Orada tərkibində müxtəlif dərnəklərimiz var, klublarımız var, təlimlərimiz var və regiondakı gənclərimiz bəzən öz rayonlarında, əgər öz rayonlarındakı gənclər evi yerləşmirsə, digər rayonlara mütəmadi olaraq səfərlər edirlər və gənclər evlərinin bütün imkanlarından istifadə edə bilərlər. Bizim üçün də maraqlıdır ki, onlar bu imkanlara yaxın olsunlar. Əgər gənc olaraq siz istər Bakıda, istərsə də ki, regionlarımızda fərqi yoxdur. Əgər sizin asusta vaxtınız varsa və siz asusta vaxtınızı dəyərləndirmək istəyirsiniz və ya sadəcə siz həftə sonu işlərinizi, dərslərinizi ayırmaq istəyib, amma bunun üçün bir məkan axtarırsınızsa, gənclər evlərinin qapıları bütün gənclərimiz üçün açıqdır ki, onlar gəlib burada həm öz vaxtlarını keçirə bilərlər, həm də içəridəki fəaliyyətlərdən istifadə edə bilərlər. Region gənclərimiz üçün gənclər evlərinin əlavə olaraq isə bizim gənclər düşərgələrimiz mütəmadi olaraq keçirilir. Əvvəllər daha çox yay aylarındaydı, amma biz marağı nəzərə alaraq biz artıq onun bir fəsil fərqi olmadan il ərzində mövzulara uyğun olaraq, ixtisaslara uyğun olaraq mütəmadi olaraq hər ay ərzində təşkil etməyə çalışırıq və bunlar müxtəlif istiqamətlərdədir. Burada universitetlərlə əməkdaşlığımız var, burada karyera istiqaməti var, burada fərdi inkişaf istiqaməti var. Yəni gəncin özünü inkişaf etdirə biləcəyi, həm də düşərgədə maraqlı vaxt keçirəcəyi bir zaman gənclər mənimlə ki, istəyirik. sevdiyi elə bu barədə sual verəcəydim mən də. Yay da gəlir. Varmı yenə bu düşərgələr və müxtəlif hər hansı bir anons verəcəyimiz mövzular, fərdi işlər? Gənclər düşərgələrimiz bəli var. Bu ildə həyata keçəcək, hətta artıq başlayıbdılar. Onu bu barədə Gənclər İdman Nazirliyinin yenə dediyim kimi rəsmi səhifələrindən həm məlumatlar əldə edə bilərlər, düşərgələrimizi qeydiyyat olduğu zaman qeydiyyatdan keçə bilərlər. Buradan elan edə biləcəyimiz əslində bizim üçün ən maraqlı tədbirlərdən biri Gənc Festdir, Gənclər Festivalıdır. Biz onunla bağlı çox belə həyəcanlı bir hazırlıq içərisindəyik. Bu il ərzində Gənclər Festivalının olması da planlaşdırılır.
onu vurğulayım ki, Sumqayıt bildiyiniz kimi Azərbaycanın 2025-ci Gənclər paytaxtıdır və bir neçə Gənclər festivalımız olacaq, amma əsas festivalımız bizim bu ilin artıq payızında, yəni ki, yaydan sonraki müddətdə onun elanlarını da gənclərimiz hər yerdə görə biləcəklər, Sumqayıtda olması planlaşdırılır. Məqsədimiz isə hər il Gənclər paytaxtlarına, şəhər və rayonlarımızda hansı ki seçilir, gənclərin daha çox birlikdə olması, həmin rayonu tanıması, oranın gəncləri ilə şəbəkələşməsi və birlikdə maraqlı vaxt keçirməsinə şərait yaratmaqdır. Əslində bu anonsu da verdik. Yəni artıq dostlarımız da bildilər ki, qarşıda maraqlı festivallar və düşərgələr var. Xüsusilə Gənc Fest özünün necə deyirlər, öz üslubu və xarakteri var, özünün əyləncəsi, o enerjisi və dinamikası var ki, həmin gənclərimiz məhz baxın bu tədbirlərdə həm siz dediyiniz kimi şəbəkələşirlər, həm asudə vaxtlarını dəyərləndirirlər, həm də ümumiyyətlə çılğınlığını, o enerjilərini sərf eləyə bilirlər. Və xam bilirik ki, aprel ayında New Yorkda BMT-nin ECOSOC Gənclər Forumu oldu və nümayəndə heyəti olaraq siz də orada iştirak elədiniz. Ümumiyyətlə bu tədbirlərdə xüsusilə gənclərin iştirakçılığının təmin olunması və digər istiqamətdə istədim suallarımı cavablayasınız. Buyurun. Bizim üçün bu istiqamət və fəaliyyətlərimiz olduğumuz fəal istiqamətlərdən biridir. Ona görə ki, bugün bilirsiniz, həm Azərbaycanda müxtəlif təşkilatların, əsas gənclər platformalarının iclasları, tədbirləri keçirilir. Həmçinin biz Azərbaycan nümayəndə heyəti olaraq müxtəlif gənclər tədbirlərində iştirak edirik. BMT-nin ECOSOC Gənclər Forumu hər il keçirilən gənclər üçün ən böyük tədbirlərdən biridir və biz hər il nümayəndə heyəti olaraq orada təmsil olunuruq. Forum çərçivəsində bu il də təmsilçiliyimiz oldu. Bizim orada əsas məqsədimiz ondan ibarət idi ki, biz plenar iclaslarda, həm çıxışlarda təqdim edək özümüzü, fəaliyyətimizi və görülən işlər barədə. Həmçinin digər ölkələrlə bağlı artıq biz gənclər sayəsində fikir mübadiləsi aparaq. Ona görə bu bizim üçün xoş bir tədbir idi və burada Azərbaycandan bir çox gənclərimiz də iştirak etmişdi. Onlar dünyanın müxtəlif ölkələrindən də yaşayan azərbaycanlı gənclərimiz də səfər etmişdilər. Məhz bu tədbir çərçivəsində bizim onlarla orada görüşmə imkanımız da oldu. Əslində xoşdur ki, biz Azərbaycan nümayəndə heyəti olaraq hansı tədbirə getdiyimiz zaman mütəmadi olaraq gənclərimizin orada çox fəallığını görürük, istər iclaslarda, istər görüşlərdə, istər müxtəlif tədbirlərdə və bu bizim üçün çox xoş bir mənzərədir. Ümumilikdə bu tədbirlərlə bağlı dəstəyi çox gözəl vurğuladınız. Çünki bizim üçün belə bir imkan var ki, gənclərimiz müxtəlif beynəlxalq yarışlara, platformalarda iştirakla bağlı dəvət aldıqları zaman, seçildikləri zaman Gənclər İdman Nazirliyi ilə dəstək ala bilərlər bu səfərdə iştirak etmək üçün. Hansı istiqamətdə dəstək? Əgər vizaları varsa, bizə 30 gün öncə, əgər viza yoxdursa 45 gün öncədən həmin tədbirlə bağlı Gənclər İdman Nazirliyinin saytında yerləşdirilən sənədlər toplusu var. Bununla bağlı müraciət etməlidirlər. Sənədlər toplumumuz nədən ibarətdir? Əsas bizim üçün tədbirin mahiyyətidir, tədbirin məlumatlılığıdır. Orada Azərbaycanın hansı istiqamətdə gəncinin dəstəyidir və daha doğrusu dəstəyindən əlavə təmsilçiliyidir və bizə bu məlumatlar təqdim olunur. Biz araşdırırıq tədbiri. Əgər tədbir müvafiq olaraq uyğun tədbir hesab olunarsa, gənclərimiz bu tədbirdə Gənclər İdman Nazirliyi tərəfindən nəqliyyat və ezam xərcləri qarşılanır və tədbirdə uğurla təmsil olunurlar. Və bir ənənəmiz də var ki, hər belə səfərlərimizdən sonra cənab nazirin gənclərlə görüşləri keçirilir və bu görüşlərdə cənab nazir Fərid Qayıbov tərəfindən onlara suallar verilir ki, siz nə qazandınız bu səfərlərdə və biz hansı nailiyyətlər əldə etdik? Xoşdur ki, bizim hər görüşümüzdə çoxlu medallarımız olur, çoxlu kuboklarla qayıdırlar gənclərimiz və ya müxtəlif platformalarda çıxışlar edirlər, hansı ki, bayrağımızı orada ucalara qaldırırlar və hər bir tədbirin əslində bizim üçün nəticəsi olur. Burada da bizim üçün birinci əslində mahiyyət tədbirlərin keyfiyyətli və Azərbaycan üçün ən yaxşı nəticələri əldə edən tədbirlər olmalıdır. Belə. Və xanım, artıq uzun illərdir gənclərlə çalışırsınız, bu sferadasınız. Mən son olaraq istəyərdim ki, bu sahənin mütəxəssisi kimi öz potensialını, öz necə deyirlər, bacarığını üzə çıxarmaq istəyən, bəzən özünə qapanıq ola bilən və yaxud öz istedadını göstərə bilməyən ümumilikdə bizim gənclərə hansı tövsiyələr verə bilərsiniz? İlk öncə onu qeyd edə bilərik ki, əslində daim bunu bizim üçün maraqlıdır ki, siz özünüz bunu istəyəsiniz. Yəni ki, bugün gənclərimiz üçün müxtəlif imkanlar var və təbii olaraq daha çox da ola bilər. Orada əsas maraq ondan ibarət ki, siz nə qədər istəyirsiniz özünüzü inkişaf etdirmək. Ona görə mən çox istərəm ki, çəkinməsinlər, müxtəlif təşkilatların, gənclər evlərinin, həmçinin nazirliyin, digər qurumların fəaliyyətlərinə qoşulsunlar, təcrübə proqramlarına qoşulsunlar, universitet həyatlarını və ya kollec həyatlarını, məktəb həyatlarını mümkün qədər təhsillərinə diqqət edərək ictimai fəaliyyətlərə
fəaliyyətlərdə də dəyərləndirsinlər. Hansı ictimai fəaliyyətlər ki, onlarda fərqli bacarıqları artırsın. Yəni bu ona görə xidmət edəcək ki, onlar artıq gələcək yaşlarına addımladıqca onlara maraqlı olan sahələri tapmağa daha tez yaxın olacaqlar və təbii olaraq onlar bir çox iş və karyera hissəsində daha tez uğur qazanmağa başlayacaqlar. Və mən düşünürəm ki, bizim üçün MAQ çox gözəl bir platformadır. MAQ bütün gənclərin əslində çıxdığı, öz fikirlərini bölüşdüyü, öz uğurlarını, istedadlarını göstərdiyi, həmçinin də məlumat əldə etdiyi bir platformadır. Mən düşünürəm ki, MAQ-ı izləməlidirlər və MAQ-ın həm səhifələrini, həm də ki, verilişlərini qaçırmamalıdırlar. Çünki MAQ özü gənclərə daima maraqlı istiqamətlər üzrə yaxşı bir xəritə rolunu oynayır. Və təbii olaraq biz bilirik ki, bugün gənclərin müxtəlif sahələrdə aktual məsələləri var. Biz bununla bağlı müxtəlif xarakterli tədbir, layihə və proqramlar həyata keçirdirik və xahiş edəcəyik ki, hər birində fəal olsunlar, qoşulsunlar. Çünki və ya yeni bir təşəbbüsləri varsa isə bu təşəbbüsləri heç vaxt deməkdən çəkinməsinlər. Ona görə ki, biz ancaq birlikdə olsaq və ideyalarımızı daim bölüşsək, daim yaxşı işlər həyata keçirəcəyik. Çox sağ olun gəldiyiniz üçün. Uğurlar arzu edirik biz sizə fəaliyyətinizdə. Qeyd etdiyim kimi daima gənclərlə birlikdəsiniz. Bu gənclərin həm dərdini, həm uğurunu, hər bir şeyini bizdən təbii ki, daha yaxşı siz bilirsiniz. Və ona görə bu həm müqəddəs, həm də maraqlı peşədə sizə daha çox fəaliyyətlər və uğurlar arzu edirik. Yeni uğurlar olsun və təbii ki, siz qeyd etdiyiniz kimi biz də elə MAQ-da gələcək buraxılışlarda da oturub sizlə bu mövzuları müzakirə edirik. Bir də uğurlar arzu edirik biz sizə. Gəldiyiniz üçün təşəkkür edirik. Çox sağ olun. Gəlin birlikdə daha bir uğurlu gəncimizi tanıyaq. Mən Kamran Əliyev, 17 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsindən məzun olmuşam. Elə həmin ildə də Bakı Ali Neft Məktəbinin Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr təhsilini almışam. Tələbəlik müddəti ərzində bir çox sosial və peşəkar fəaliyyətlə məşğul olmuşam. 2016-cı ildən bəri, yəni universitetin ilk illərindən müxtəlif könüllü təşkilatlarında təcrübə keçmiş və tədbirlərin təşkilatçısı kimi çıxış etmişəm. 2016-2022-ci illərdə tədrisimlə paralel olaraq BMT-nin, UNICEF-in və digər beynəlxalq mötəbər təşkilatların tədbirlərində həm təşəbbüskar, həm də təşkilatçı qismində çıxış etmişəm. Tələbəlik illərindən sosial layihələrdə fəal iştirak etsə də, ixtisası üzrə işləmək istəyi daim güclü olub. 2018-ci ildə hələ 2-ci kurs tələbəsi ikən UNICEF-lə birgə uşaq hüquqlarının müdafiəsinə dair layihənin təşəbbüskarlarından biri olub. ...2022-ci il mənim həm karyeramda, həm bir vətəndaş olaraq mən özümdə bir tamamilə xoş və bir ömür həyatımda davam edəcək bir hadisə həyata qaldı. Kamran Əliyev həmçinin 2022-ci ilin dekabrında Azərbaycan Könüllülər Təşkilatları İttifaqının sədr müavini və fəal gənc olaraq Laçın-Xəngəndi yolunda keçirilən məlum aksiyada təşəbbüskarlardan biri olub. Tüm bunların fonunda eyni zamanda mən 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral tarixli sərəncamından gənclər siyasəti və gənclərlə iş üzrə Azərbaycan Respublikasının Prezidentinin mükafatına layiq görüldüm. İndi isə mən fəaliyyətimi dövlət qulluqçusu olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinə davam etdirirəm. Bütün gəncin boyu qazandığım təcrübəni, istər nəzəri, istər praktiki biliyi dövlət qulluqçusu olaraq öz ölkəmin və cəmiyyətin inkişafı üçün istifadə etməyə çalışıram. Bəli dostlar, beləcə bir buraxılışın da sonuna gəldik. MAQ-da başqa hansı mövzuların müzakirə olunmağını istəyirsinizsə, bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın.